Pis danışıb, bilirəm. Pis danışıb, amma mən ona birincisi yox, dünən yox da, 5-ci gün. Birincisi, ona görə ona o ixtiyarı vermirəm danışmağa ki, bizim belə yaxın münasibətimiz olmadığına görə, o məni tanımadığına görə çox səhv eləyib mənim haqqında. Fikir yürüdüb, mən danışıram axı, imkan ver, danışım qutarım, sonra sən mənə nə istəsən deyə bilərsən. İkinci də o ixtiyarı ona görə vermək olmaz ki, sən deyəsən səhv eləmirəmsə, M qrupun işçisisən. Rezidentiyəm. Ay sağ ol. Ona görə də sənin qətiyyən fikir yürütmən, mövqe bildirmən qadağandır. Bunu Murat müəllim bilsə, o sənə başa salar ki, olmaz. Əgər siz özünüz verilişə baxmamısınız. Sən mövqe xəbərdar deyil. Yəni sən mövqe bildirə bilmərsən. Nə səbəb? Verilişə baxmamısınız. Siz nə bilirsiniz? Yaxşı, biz mahnını eşitirik. Mən danışmıram, prosto fikrimi bildirmək istəyirəm. Mən araya girmişəm, siz az qala boğacıydınız o şəxsi. Yəni sən fikir bildirə bilmərsən. Mahnı gəlir, mahnıdan sonra danışacağıq. Problem yoxdur.